Pediatr poliklinikalarına valideynlərin ən sıx müraciət elədiyi şikayətlərdən biri də uşaqda iştahsızlıq şikayətidir. Müraciət edən hər bir uşağın ümumiyyətlə iştahsızlıq dediyimizdə ilk növbədə ya uşağın tamamilə qidadan imtina eləməsi və yaxud da ki, qidaya qarşı seçici davranması nəzərdə tutulur. Müraciət edən hər bir uşağın əlimizdə bir persentil cədvəli olur və yaşa uyğun kilo boyuna mütləq baxılmalı və bu persentil cədvəli ilə müqayisə elədiyimiz zaman uşağın kilo boyu əgər ona uyğun gəlirsə, günlük olaraq hazır qidalarla qidalanmırsa və yaxud da ki, bu alınma hazır şəkərli qidalarla çox qidalanmırsa, bu bizim üçün çox iştahsız bir uşaq sayılmır. Əgər baxdığımız zaman kilo və yaxud da ki, boydan geri qalan bir uşaq varsa və altda yatan bir iştahsızlıq şikayəti varsa, bunun orqanik bir səbəb varmı və yaxud da ki, fizioloji bir səbəb varmı? O araşdırılmalıdır və ilk növbədə bunun altında yatan orqanik səbəblər inkar olunmalıdır. İştahsızlığın orqanik səbəbləri nə ola bilər? Dəmir defisitli anemiya ola bilər və yaxud digər anemiyalar buna səbəb olar və yaxud vitamin çatışmazlığı, hər hansı bir bağırsaq əmili pozulmaları, məsələn bunlar glutenə qarşı həssaslıq kimi, kistik fibrozis kimi və yaxud da ki, laktoz intoleransı kimi, laktoz enzim əksiklikləri halları və yaxud da ki, uşaqda hər hansı bir xronik xəstəlik fonunda iştahsızlıq varsa, mütləq bunun diaqnozu qoyulub və bu yöndə müalicə aparılması lazımdır. Yox, əgər bunlar hər biri normaldırsa, bu zaman biz fizioloji səbəbləri araşdırırıq. Fizioloji səbəblər və ya funksional səbəblər dedikdə valideynlərin uşağa qarşı israrcı davranışı, zorla yedizdirmə ən sıx iştahsızlıq səbəbi. Çünki zorla yedizdirdiyi halda uşaqda yeməyə qarşı nifrət yaranır. Daha sonra gördüyümüz yeməyi, bəslənməni uşağa cəza və yaxud da mükafat olaraq verilməsi. Digər səbəblər və ən çox gördüyümüz səbəblərdən biri isə genetik faktor. Yəni uşaqlıqda uşağın ana və yaxud atasının və yaxud da ki, birinci dərəcəli qohumlarının həm yemə davranışlarının, kilo boylarının eynən o uşaq kimi bir qədər geridən getməsini mütləq anamnezdə soruşmalıyıq və əgər genetik bir səbəb varsa bunun altında, bu cür uşaqlar böyümə sürəti dediyimiz böyümə sürətinə baxırıq. Yəni 6 ay içərisində təkrar kilo boy qeydlərini aparırıq. Əgər 6 ay içərisində müəyyən kilo və boy olaraq artırsa, demək ki, bu uşaq genetik olaraq ailəsinə bənzəyir, lakin inkişafı davam edir. Digər səbəblər isə hansı ki, yemə valideynlərinin davranışları və yaxud da ki, zorla yedizdirmə halları, təbii ki, valideynlərə məsləhət verilir ki, bu halları aradan qaldırsınlar. Mütləq şəkildə 6-9 aylıq uşaqlar artıq əlavə qidalara başladığı üçün onların ayrıca bir yemək stolları olması və ailədə birlikdə yemək kültürünün yaranması çox önəmlidir. Yəni bunu ailələrə başa salırıq. Daha sonra mütləq şəkildə əgər mümkün olarsa uşaqların ayrıca rəngli qablarının, stakanının, ona uyğun qaşığın olması yeməyə qarşı daha uşaqları yeməyi daha sevdirir. Və ən son onu qeyd etmək istəyirəm ki, yəni son zamanlar aktual da mövzudur ki, uşaqların telefonla, televizor vasitəsilə qidalanması son yayınlar, son araşdırmalar da onu göstərir ki, bu cür qidalanma əslində iştahsızlığın ən böyük səbəblərindən biridir.